Rusiyada zorakılıqlara məruz qalan rəssam və rejissor Aleksandr Kalgatsev hazırda New York şəhərində azad və təhlükəsiz yaşayır. Mən homoseksuallara qarşı zorakılıqlara son qoyulmasına çağıran nümayişə getdim, lakin buna imkan vermədilər. Bir neçə adam həbs edildi, polis məni döydü və qan içərisində küçədə qoydu. Birləşmiş Ştatlar rəsmiləri homoseksuallara qarşı zorakılıqların insan haqlarına zidd olduğunu deyərək Kalgatsevə sığınacaq verdi. ABŞ homoseksuallara hüquqlarının qorunması üçün yardım və diplomatiyadan istifadə edir. Washington Blade qəzetinin müxbiri Michael Lavers ABŞ-ın sponsorluğu ilə Kolumbiyada və dünyanın digər ölkələrində keçirilən seminarda iştirak edib. O, bu ölkələrdəki homoseksual fəallarla görüşüb və hökumət rəsmilərinin cavabdeh olmasına dair diskussiyalar təşkil edib. Bu demək deyil ki, bu sahədə ABŞ-da vəziyyət kamildir. Bizim ölkədə də homoseksuallara qarşı diskriminasiya mövcuddur. Lakin Kolumbiyada və digər ölkələrdə homoseksuallarla söhbət edəndə ABŞ-ın bu məsələdə nümunəvi olduğunu görürsən. Birləşmiş Ştatların Ali Məhkəməsi həmcinslərin evlənməsinə icazə barədə qərar çıxaranda Prezident Barack Obama Senegalda səfərdə idi. Senegalda və dünyanın digər 38 ölkəsində homoseksuallıq cinayət sayılır və bəzi ölkələrdə buna görə ölüm cəzası da verilir. Cənab Obama çıxışı zamanı həmcinslərin evlənməsinə bəraət qazandırdığını bildirdi. Biz ədalət prinsipinə inanırıq və məhkəmənin qərarı ədalətə doğru mühüm bir addımdır. Əhalisi əsasən müsəlmanlardan ibarət olan Senegal prezidenti Macky Sall bunun qarşılığında ölkəsinin qanunları dəyişə bilmədiyini söylədi. Birləşmiş Ştatlarda da həmcins nigaha qarşı çıxanlar ABŞ-ın bu məsələ ilə bağlı xarici siyasətini tənqid edir. Bir çox ştatda hələ də homoseksualların nigahına icazə verilmir. Milli Nigah Təşkilatından Thomas Peters. Biz bərabərliyi belə görmürük. Nigahın mənasını dəyişmək, əksinə cəmiyyətdə qeyri-bərabərlik yaradır. Biz homoseksualların hüquqlarını müdafiə edirik. Eyni zamanda nigah institutunu qorumağa çalışırıq. İnsan haqları qrupları azad ifadə və zorakılıqlara qarşı mübarizəni ABŞ-ın xarici siyasətində prioritet kimi tanımaqla yanaşı, həmcins nigahların da dəstəklənməli olduğunu deyirlər. Vaşinqtondan Nərminə Cəlal qızı, Amerikanın səsi.